El açıb Allahıma dua edirəm yenə. Nədir bu qəflət, bu qəm? Nədir bu baş verənlər, bu dünyada olanlar? Artıq usanmışam mən, göz yummağı bilmirəm. Susmur vicdanım heç. Danış, qışqır, qalx deyir. Bu dünyaya bax deyir. Zina eğlence olub, faiz çörək qapısı. Rüşvət adi hal olub, insanlarsa yalancı. Nələr baş verir burada? Niye susur insanlar? Axı niye göz yumur bunu görən insanlar? Niye? Niye boyun eğirlər bu nadan yönetime? Her gün, her saat, her an namus ar gedir əldən. Qalxmır ancaq heç kim olacaq imtihandan. Gələcək o gün əlbət. Tez ya da gec gələcək. Məhşər günündə hər kəs sorğu sual olacaq. O gün şuur üflənəcək. O gözlər bərələcək. Göy üzü dürüləcək. Dünya dümdüz olacaq. Diriləcək ölənlər, insanlar toplanacaq. O gün hər kəs susacaq. Tək Allah danışacaq. Öyündüyün heç bir şey, nə dövləti, nə malı, köksündə bəslədiyin kim və kibir rüvanın qorumayacaq səni, veriləcək hökümlər. Kitabı sağ əlində olanlar sevinəcək, sol əldən alanların üzləri qaralacaq. O gün dəhşət olacaq. Cəhənnəmə gedənlər, cənnətə üst tutanlar, kökləri məskən salmış necə gözəl insanlar, ateşlərdə yananlar, qışqırıb bağıranlar, bizi xilas eləyin yalvarıb yaxaranlar. Amma kimə nə fayda, etmə bilmə dünyası. Oyanın ey insanlar, bu qəflətdən oyanın, qaldırın başınızı, kainata bir baxın, dənizlərə, çaylara, qoynunda bəslədiyi müxtəlif canlılara, özünüzə bir baxın, qüsursuz yaradılış. Bunlar möcüzə deyil, yetmir mi sizlərə? Çiçəklərə baxın bir, ağaclara, quşlara, çevir baxışlarını o qoca bulutlara. Gökyüzündə bir tavan, yer üzündə bir döşək, əkib biçdiyin nemət, bu ruzi, bu bərəkət yetmir mi bizlərə? Bağışla, bağışla Allah bizi, bağışla ey Yaradan.